Axır ki, Camal'la Zara qovuşdular. Axır ki. Bizim o möhtəşəm filmimizə. Bu aktyor, bu aktrisa, bunlar məni yeyər diridir. Kənandan gözlənilməz bir performans oldu. Doğrudan da böyük rejissor yanaşması. Çünki mən ondan sonra heç bir rejissorlarda onu görə bilmədim. Soyutma yumurta eləyirdi, evin dalında. Əvvəldən deyərdin, sənə bir kletka yumurta qaynadıb qoyardıq. Ne ki yeyəsən? 3 yaşımda olan hər şeyi xatırlayıram. Həmişə mənim saçım oğlan saçı, sənin saçın kimi olur. Qısa olur. Padmal şişko. Küstüyün an olubmu təkliyindəki? Anam tərəfindən şillələnmişəm. Atam anam tərəfindən sevgi, qayğı, nəvaziş çox görməmişəm. Ki o sevgini mən nənəmdən görürdüm. Uşaq da istəyirəm, ən çox uşaq istəyirəm. Ailə də istəyirəm ki, Qətiyyən burada tamaşaçıların təzyiqi yoxdur da. O dedi bax mən bu qızı axtarıram, mənə bu qız lazımdır. Monika Bellucci'dən daha gözəl deyilmi biz? Mən özümdən utandım. Dolanışığın bəsində nədəndir? Mən çörək yeyəndə ancaq çörəyin qabığını yeyirəm. O vaxtda bloger, influencer yox idi, mən idim. Pərvinlə axırıncı dəfə də elə stand-upda yaman zarafatlaşmışdıq. Düzdür, zarafat zalda tutdu, Pərvini tutmadı, Pərvin məndən. Amma Pərvinin zarafatı elə tutdu orada.